Tanınmış prodüser Humay Muxtarova özünə ad günü və nişan mərasimi keçirdi. Ad günümdən olan xüsusi görüntülər məhz Mustafa ailəsi üçün. Öpürəm sizləri. Oh, the rhythm takes you over, takes you to a different place, a different space. Hisslərini bizimlə bölüşən Muxtarova üçün həmin gün 2 qat bayram oldu. Səbəbkarı xoş günündə ilk təbrik edənsə qızı Nuray oldu. Bugün mənim ad günümdür və şad günümdür, xoş günümdür. Nə arz edə bilərəm? Yalnız qadın xoşbəxtliyi. Mən də öz anama qadın xoşbəxtliyi arzu edirəm. İstəyirəm həmişə mənim yanımda olsun və bir daha onu təbrik edirəm. Canım, çox sağ ol. Yeni yaşının artıq indidən uğur gətirdiyini söyləyən Humay nişanlanmasının da müjdəsini verdi. Amma nədənsə prodüserin ailə quracağı şəxs gecədə görünmədi. Düzdür, nişanım burada deyil, Maltadadır. Burada yaşamır, amma inşallah toyda hamınız onu görəcəksiniz. Tanınmış bir insandır. Hələ ki adını açıqlamayacağım, sürpriz qalsın. Qızıma da tapşırır ki, anamın üzüyünü özün tax anamın əlinə. Və sevinirəm ki, nəhayət ki, mən özümə layiq olan bir insanı həyatımda yəni tapdım, bildiyiniz kimi mənim ikinci ailəmdir. Müğənni deyil, iş adamıdır. Azərbaycanlıdır, amma Maltada yaşayır. Biz artıq ondan 2 ildir dostuq. Deyirlər ki, sevgi, dostluqdan sevgi olmur, amma bizdə doğrudan da elə alındı. O mənim anamın xoşbəxtliyi olacaqsa, niyə mən sevinməyim? Ötən illərdən fərqli olaraq Muxtarova özəl gününə tanınmış sənətçi çağırmadığını və dəvət etdiyi bəzi müğənnilərin gəlmədiyini bildirdi. Ad günümdə dəvət edirəm. Əgər o həmin insanlar məni sayıb mənim xoş günümdə yanımdadırlarsa, gözüm üstə yerləri var. Rusların bir məsəli var. Kakoy privet, takoy atlet. 34 yaşının dost-tanış ətrafında qeyd edən Humayı gənc sənətçilərimiz də təbrik etməyi unutmadı. Humay hər zaman kimi hər il ad günü qeyd edilir maşallah. Biz də hər il gəlirik, təbrik edirik, otururuq, yeyib içirik, hədiyyəmizi təqdim edirik Humay'a, gedirik. Humayı mən ürəkdən təbrik edirəm. Humay çox gözəl bir insandır. Həm də nişanı olur, mən onu indi öyrəndim. Təbrik edirəm, Allah xoşbəxt eləsin, daim olsun. Biz də Muzlife kollektivi olaraq səbəbkarı təbrik edir və xoşbəxt günlər diləyirik. Sevda Məmmədova, Elfət Meliyev, News TV.